Merhamet ve rahmet sahibi olan Allah'ın adıyla. Aziz, Müslüman, mümin, kardeş bacılarım, ata, analarım, aziz körpe balalarımız. Bildiğimiz gibi 3 gündür, bugün 3'üdür Muharrem ayının Matem ayı başlamıştı. Hz. İmam Hüseyin Aleyhisselam'ın şehadetinin başlama ayının 3. günüdür. 2 gündür bütün mescitlerimizde, ibadetgahlarımızda, ziyaretgahlarımızda ənənəvi olaraq Muharrem tədbirləri, Muharremlik məclisləri keçirilir. İnsanlarımız, inançlı insanlarımız məscidlərə gəlir, öz ağalarına, öz peyğəmbərlərinin nəvəsinə, imamlarının oğluna, xanım Fatimə-i Zəhra balasına yas saxlamağa başlayıblar. Muharrem ayının 10'u, 25'i nə təsadüf edir? Ayın 24'ü Tasuadır. Her zaman olduğu kimi İmamzadə ziyarətgahında da Muharrem ayının yaz günləri keçiriləcək. Hər gün Hüseyniyyəmizdə və Zeynəbiyyəmizdə. Zeynəbiyyədə xanımlar, Hüseyniyyədə kişilər gəlib matəm tədbirini keçirəcəklər. 24'ü Tasua məclisidir. 24'ü axşam ehsan çadırları qurulacaq. İmam Hüseyin meydanında Tasua mərasimi başlayacaq. 25'i Aşura, İmam Hüseyin meydanında qətl sınması, Aşura günü keçiriləcək. Biz İmam Hüseyin Aleyhisselam'ın bu şəhadəti ilə məğlubiyyət deyil, qalibiyyət qazanmışıq. Aşura, Kərbəla, qanın qılınca qalib gəldiyi gündür. Məzlumun zülmə qalib gəldiyi gündür. Aşura Kərbəlada bitməmişdi. Muharrem ayı 1400 il bundan öncə də qalmamışdı. Tarixən xalqımız, millətimiz, dindaşlarımız, haqdaşlarımız öz ədalətləri uğrunda, torpaqları uğrunda, dinləri uğrunda, əqidələri uğrunda şəhidlər vermişdi. Azərbaycan olaraq biz də bu şəhadət məktəbini keçmişik. Yaxın tarixlərə 100 illiyə gedəndə Cavad xanın başçılığı ilə Gəncədə yad ellərə qarşı savaşın getməsi, Quruqovu düzünün Kərbəla meydanına çevrilməsi, Quruqovu düzünün Aşura gününə çevrilməsi, 1920-ci il Qırmızı İmperiya köpəklərinin Azərbaycana hücumu, 7 günlük Gəncə qiyamı və Gəncənin həmin zaman Aşuranı xatırlaması, Muharremliyi xatırlaması, Gəncənin Kərbəlanı xatırlanması tarixə qanla yazılmışdı. 70 il totalitar rejim devrində xalqımız, millətimiz işğalçı imperiya tərəfindən əsir edilərək Sibir çöllərinə aparılmış, vətənpərvər vətəndaşlarımız şəhid edilmiş, çöllərdə, Sibirdə öldürülmüşdür. Necə bunun bənzəri var. Zaman idi Kərbəla çölündə Aşura günü Hz. İmam Hüseyin Aleyhisselam'ın şəhadətindən sonra onun evlatları şəhid edildilər. Ailəsi əsir edildi. Kərbeladan
Şam'a aparıldı. 1920-ci il Gəncə işğal edildikdə atalarımız, babalarımız küçələrdə şəhid edildiyi zaman nənələrimiz, körpələrimiz vaqonlara doldurularaq Sibir çöllərinə aparıldı. Nargin adasında alimlərimiz, irəli gedənlərimiz gecələr güllələnirdi. Bu faciə Kərbəlanın davamı idi. Əziz dindaşlarım, əziz İmam Hüseyin aşiqləri, əziz Kərbəla aşiqləri, Gəncə İmam Hüseyin şəhəridir. Gəncə tarixən İmam Hüseyin deyər, İmam Hüseyini yad eləyər və İmam Hüseyin əleyhissalamın məktəbindən dərs götürər. Əziz soydaşlarım, əziz dindaşlarım, 20 yanvar tarixi hər birimizin yadımızdadır. 20 yanvar Bakının qara küçələrini qana bələdilər. Bakıda cavanlarımız şəhid edildi, atalar, analar güllə varan edildi, körpə balalara əfv edilmədi. Xocalı faciəsi, Xocalı yandırıldı, Xocalı viran edildi, Xocalıda qardaşlarımız şəhid edildi, körpə balalarımız gözləri çıxarıldı, əlləri, qolları kəsildi. Xocalıdan, Qarabağdan ana bacılarımız, qardaşlarımız əsir edilərək Ermənistana aparıldı. Necə Kərbəlaya bənzər. Kərbəladan Həzrət Hüseyin əleyhissalamın ailə və uşağı Hüseyincilər əsir edilərək Şama aparıldılar və onları orada şəhid etdilər. 30 il torpaqlarımız işğaliyyətdə qaldı. 30 illik müharibədə ermənilər torpaqlarımızı işğal etmiş, kəndlərimizi yandırmış, qız gəlinlərimizi əsir aparmışdılar. Dünyada həra getsək, 30 illiyin o utancın yaşayırdıq. Amma 2020-ci ildə Azərbaycan xalqı kükrədi, üsrəhli müqəddəs bayrağını qaldıraraq, Ali Baş Komandanın başçılığı ilə, qəhrəman oğullarımızın qanı ilə, şəhidlərimizin canı ilə, qazilərimizin bədən sağlamlığı ilə, atalarımızın, analarımızın duaları ilə, millətimizin vəhdədi ilə 30 illik o namus, şərəf, ləyaqət davasının qalibi olduq. Erməniləri bir nəfər kimi torpağımızdan qovduq, çıxartdıq, Şuşamızı azad etdik, Xan kəndimizi azad etdik. Və bu uğuru bizə verən böyük Allahdır. Bu uğuru bizə verən qəlbimizdə olan Kərbəla imanıdır, şəhadət sevgisidir, vətən sevgisidir. Allaha ant verirəm, qüdrətinə, izzətinə, cəlaliyyətinə, xalqımızı əfv etsin, xalqımızı bağışlasın, daim qalib etsin. Əziz atalar, analar, qardaş və bacılar, əziz şəhid ataları, şəhid anaları, əziz şəhid ailələri, əziz qazi qardaşlarım, bacılarım, bu Məhərrəm ayında biz Aşura günündə Kərbəla ilə bərabər öz müsibətlərimizi də, öz şəhidlərimizi də yad eləyəcəyik. Bildiyimiz kimi İmamzadə ziyarətgahının İmam Hüseyin meydanında 3000-dən artıq şəhid qardaşımızın şəkilləri əbədiləşdirilibdir. Biz onların dövrəsində həm Kərbəlanı, həm İmam Hüseyini, həm Kərbəla qəhrəmanlıq məktəbini və eyni zamanda öz qəhrəmanlarımızı, öz şəhid balalarımızı, öz qazi qardaşlarımızı, şəhid babalarımızı yad edəcəyik. Sizlərin hər birinizi
Tasu'a Aşura günündə İmam Hüseyin meydanında şəhidlərimizin yad edilməsində görmək istəyərəm. Allah hər birinizdən razı olsun. Bu günləri 2 gündür mən Bakıdan gəldim. Səhhətimdə problem var idi. Həkimlər gəlməməyimi məsləhət görsələr belə, eşq-i Hüseyin, eşq-i Gəncə, eşq-i şəhərimin qəhrəmanlığı, eşq-i şəhidlərimin çağrışı, qazilərimin səslənməsi və eyni zamanda 17 gün xəstəxanada olanda mən şəhid ailələrinin daim duaları və məni səsləməsi məni məcbur etdi ki, daha doğrusu boynuma haqq qoydu ki, mən bu 10 günü gəlim şəhərimdə olum, gəlim elimdə, obamda, xalqımın içində olum. 100 illərlə gələn ənənəvi olaraq İmam Hüseyin məktəbini yaşadaq, o məktəbdə öz xidmətimizi göstərək. Xudavənd-i Kərim Allah heç bir anıya bala dərdi, heç bir atıya bala dərdi göstərməsin, heç bir balıya valideyn dərdi göstərməsin. Xudavənd-i Kərim Allah bütün şəhidlərimizin ruhu şad, qazilərimizin canını səlamət etsin. Xudavənd-i Kərim Allah millətimizi görünən, görünməyən xəta bəlalərlə imtihan eləməsin. Xudaya, səni ant verirəm qüdrətinə, ordumuza rəşadət, dövlətimizə qüdrət, xalqımıza ruzi bərəkət ver. Bugün bu Məhərrəm ayında hər gün məscidlərimizdə və İmamzadə ziyarətgahında axşam tədbirlərimiz keçiriləcək. Mərsiyə deyənlər mərsiyə deyəcək, xütbə eləyənlər xütbə eləyəcək və Kərbəla məktəbini yad edəcəyik. İmam Hüseyin əleyhissalamı və onun davamçısı olan şəhidlərimiz yad ediləcəkdir. Mən bütün səsimi dinləyən hər kəsin duasının qəbuluna dua eləyirəm. Allah dualarınızı qəbul eləsin, Allah istəklərinizi hasil eləsin. Bir haşiyədən kənara çıxaraq bildirirəm ki, dünənlərim Gəncə şəhər icra hakimiyyətində şəhər aktivinin toplantısı keçirilərək Məhərrəmliyin şəhərimizdə yüksək səviyyədə İmam Hüseyin əleyhissalamın adına layiq şəkildə keçirilməsi müzakirə edildi. Göstərişlər verildi. Tasu'a Aşura günü su maşınlarının gətirilməsi, təcili tibbi yardımların gətirilməsi, çadırların qurulması, orada verilən ehsanlar, çay ehsanlarının təminatı tapşırıldı. Mən buna görə də dövlətimizə təşəkkür edirəm. Hər zaman dövlətimiz dinimizin tərəfindədir. Hər zaman dövlətimiz İmamzadə ziyarətgahında keçirilən Məhərrəm tədbirlərinə yaxından köməklik göstərmişdir. Və mən bunda hər kəsin xidməti var, hər kəsin köməyi var, hər kəsin nə yardımı var, onu qəbul olmasını istəyirəm. Allah hamısını qəbul etsin. İlahi bari pərverdigara, səni and verirəm qüdrət-i izzətinə, səni and verirəm Kərbəla çölündə sağa sola qaçan, baba vay deyən Hüseynimin yetimlərinə. İlahi səni and verirəm Kərbəla çölündə qolları qələm olan, gözü oxlanan əvvəl Fəzl-i Əbbasa. Səni and verirəm Kərbəla çölündə balavay deyən anaların naləsinə. Səni and verirəm ilahi Kərbəla çölündə, ana qucağında oxlanan Südəmər Əliyül Əsqərə. Səni and verirəm Kərbəla çölündə başı daldan kəsilən Hüseynimə. Səni and verirəm Kərbəla səhrasında ruhu gəzən
oğul vay diyen nene Zehra'ya, İlahi bar perverdigara, bu günler edilen bütün duaları kabul eyle. İlahi şehit analarının kalbine teselli bəxş İlahi şehit atalarının sınan kalbini berpa eyle. İlahi bari perverdigara, gözleri kapı dalında kalan şehit balalarımı İlahi hifz eyle. İlahi başına gelin yaylığını açıp kara şehit yaylığı bağlayan gelinlerimize derdi gəm bildirme. İlahi bari perverdigara, cavan asker balalarımızı hifz eyle. İlahi bari perverdigara, seni ant edirəm, kudretine halkıma ruzi bereket ver. Halkımı görünen, görünmeyen derdi belalarla imtihan eleme. İlahi o şəxslər ki xəstədirlər, yataqdadılar, dərdlərinə dəva edilmir, ilahi o dərdlərə dəva elə. İlahi bari pərverdigar, o şəxslər ki dardadılar, onları dardan azad elə. İlahi bari pərverdigara, o şəxslər ilə boşdudular, ilahi onların boşdu kimi boynun eğme. İlahi bizi birimizden utandırma. İlahi bari perverdigara, bu İmam Hüseyin şehrini, bu İmam Hüseyin ahalisini, ilahi affele günahlarını, İmam Hüseyin aleyhisselamdan ayırma kilen. Allah'ım devlet başçımızı hifz eyle, halkımızı hifz eyle. İmam Hüseyin'e her kim hizmet edir, ona kömək ol. Aynı zamanda bildirim ki, İmam Hüseyin yaşayan kimi İmam Hüseyin düşmanları da yaşayır. İlahi İmam Hüseyin severleri koru. İmam Hüseyin düşmanlarını ıslah ele. İslah olmayanlarını zelil ele. İlahi milletimin düşmanlarını zelil ele. Milletimin ziddine gidenleri tarimavr ele. İlahi ölen şehit cavan balalarımızın kanın yerde koyma. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah.